İki akciğer görürsünüz. Bu ise nefes borusudur. Görürsünüz. Niye sol akciğer iki paylı olurdu? Çünkü böbreğimiz sol tarafta yerleşir, düzdür? Ve ona göre de sol akciğerin bir payı sarı olmuyor ki, ürək orada rahatça yerleşebilsin. Ama sağ akciğerimiz neçə paylıdır? Sağ akciğerimiz bəli 3 paylıdır. Təsvir Şalaya iki şaltaya ayrılır. Bakın burada bak bu bir bronx, bu da bir bronx. Bak burada. Ve onlar da akciğerin içerisinde, akciğerlerin içerisinde bronxiyollara parçalanır. Biri sol bronx, gördünüz mü? Yok. Ben gördüm. Bak biri sağ bronxa gidiyor. Biri sağ akciğere giden bronxdur, biri sol akciğere giden. Bronxların birbirinden fərqi nə idi? Ama ben gördüm. Hansı? Bir bronx idi. Sol bronx bəli, kısa və nazik olurdu. Sağ bronx isə uzun və qalın yeri olurdu. Bak nəfəs borusunun daxili qatı epitel qatıdır. Görürsünüz bak bu qatı, epitel qatıdır. Bu epiteli də iki növ hüceyrə verir. Kirpikli epiteli, bir də məzili epiteli. Məzil ifraz olunur ki, burada daim selik olsun, daim sürüşkənlik təmin olunsun. Əgər qida nəfəs borusundan, qida borusundan və ağızdan təsadüfən qida düşsə, o seliklər həmin sürüşdürüb qida qalınlığını geri qaytıra bilsin. Orta qatı, bax qırıqdan görürsünüz, qırıq qatını. Ən üst qatı isə, ən üst qatı birləşdirici toxumadan təşkil olunur. Və məsələn bax burada görürük birləşdirici toxuma çox nazikdir. Çünki qida borusuna söykəndiyi üçün bura daha yumşaq olmalıdır ki, qida borusuyla qidalanma zamanı nəfəs almaq, qida buradan keçərkən nəfəs borusu tədərəməsin. Bunun burası kəsiydi. Ay. Skoçlayalım. Bakın plevra hissəsini görürsünüz. Bak, üstəki plevra hissəsidir. Və onun içərisində akciğer sürtülməkdən qoruyur. Baxın uşaqlar, baxın. Bronxiyolların en kəsiyi. Orada hava akciğerin içərisinə gedir, alveola. Görürsünüz, alveol görə bilirsiniz. Yox, niyə? Çünki alveollar çox mikroskopik olur. Bir akciğerde 300 milyon alveol olur. Təsəvvür 300 milyonsa, bəli biz onu görə bilmərik. İnsan akciğerindən söhbət gedir. Bunlarda çox olur yəqin ki, daha çox olar. Baxın, yox, alveolları görə bilmirik. Amma bronxiyolları görə bilirik.